Mənə demişdi ki, mənə Pablo oğlunun yanında bırakmışsın. Mənə demişdi. Yola oldu ki, apardı oraya dəfn elədi. Ana dəfn eləyəndən sonra şey deməsini, 2 dənə evladına bizim elə bir ki, ermənilər sümülərini çıxarda atıblar bayram. Qaynaqasını, atasını, bütün nəslini sümülərini çıxarda atıblar bayram. Eşiblər də. Qızıl dışaqlar. Bizdə yox, qızıl dışaqlar bizdə. Nəslimizi kesməyə, torpaqlarımızın sahibinin siz olmadığını sübut eləmək üçün qəbir daşlarımız lazım deyil də. Teşkisi lazım deyil. Həmin o qəbir daşlarını yox eləmək üçün kötü vermələr məzarlarımızı yox edirlər. 100 illik, 500 illik məzarlarımızı yox edirlər. İndi ananın oraya getməklə həm o məzarların daşlarının oldu. Onlar muzey oldu. Muzey kimi onlar qalacaq, gələcək nəslimizdə sizlər inşallah gələcək nəslə çatdırarsınız. Həm də ki, ana öz evlatlarının yanında oldu. Bir də ana öz rayonunun, kəndlərinin o dağıdılmış məzarlarının düzəlməyində bir vəsilə oldu. Və bu ananın üzündən də bu şəhidlər hamısı sümükləri bayra çıxmış şəhidlər. Yəni, şəhid olandan sonra orada bastırılıb 92-93-cü ildə. Tarixə baxın, 93, 93. Yəni, bu tarixdə orada elə bir şey dəfn olunub olar, 92-93-də müharibə vaxtı. Ermənilər oranı elə işğal edəndən sonra sümükləri də çıxardıb, qəbirləri də çıxardıblar. Bu şəhidlər 2 dəfə şəhid olub. Bir elə bir ki, ermənlə döyüşərkən qəhrəmandasına şəhid olublar. İkinci də sümükləri məzardan çıxardılıb, ayaq altlarına atılıb. 33 il oldu da, elə 93-dən bir yana 32 il oldu da. 32 ildir olan sümükləri ayaq altında. Sağ olsun olan yerləri, cəmaat, sağ olsun bu işi görən insanlar hamısı ki, o sümükləri təkrar məzarlarına yerləşdirdilər. Yəni, tək elə bir ki, onların qızılları, zinniyyət əşyaları, oradakı başdaşları, bahalı rənglər deyil. Ermənilərin problemi torpağın əsl sahibinin biz olduğunun isbatını yox eləmək. Bilirsiniz? Yəni, əgər orada 300 illik, 400 illik daş yoxdursa, onlar öz tarixi uydurma bir daşlar yazacaqlar orada ki, gör ki, bu torpaq onlarındır. Amma orada məzarlarımız ki, nə qədər ulu babalarımızın məzarları çoxdur, dünya onlara inanmayacaq. Deyəcək ki, bir dənə kənddə 1000 dənə, 2000 dənə orada məzar var. Bir rayonda 500-600 məzar var. Bizim qəbirlərimizin sayını görsək, onların da məzarları sayını görsək. Bizim babalarımız çoxdur, bizim babalarımız var. Demək ki, bizim orada 300 illik, 500 illik, 600 illik məzarımız varsa, demək biz orada 600 il məsəlini açmışıq. Amma onlar nə vaxt gəlirlər bizim torpaqlara? 1827-ci ildə İrəvana gəlirlər də. Onlar sübut eləyə bilmirlər. Onun üçün də sübut eləməsin, bizdəki olan tarixi faktlarımız, məzar daşlarımız, ata-babalarımızın daşlarını belə yox eləməlidir. Onun üçün biz bu günləri balaca bir baş daşı, balaca bir yazılı olan daş, balaca bir köhnə daş ki var ki, kəndimizdə, kəsəyimizdə, onu gətirib qoymalıyıq, həmin o tikiləcək muzeylərə. Siz onu bilmirik, amma gələcəkdə siz onları öyrənəcəksiniz, sizdən sonraki öyrənəcək ki, bu daşların bizə çox kömək edəcək. Bir günləri fikirləşirlər ki, qəbir itməlidir. Cansızdır, elə bilər ki, cansızdır, cansız deyil. Qəbir itməlidir deyirik də, deyirlər qəbir itəcək, o dinimiz deyir, orada bizim indi bəzi məsələlər çıxır ki, qəbirlər yox olmalıdır, indi qəbirlər cəhsizsiz, elə deyil. Qəbirlər itməlidir, məzarda sümük yox olur, torpaqdan yaranmışıq, torpağa gidir. Amma onların daşları bizim gələcək nəslimizə lazımdır. Düşmən bizim bu torpaqların sahibi olduğumuzu sübut etmək üçün bizim izimizi itirir. Düşmən onun üstündə çalışır. Yəni oradakı hansısa bir kurtlu daşımaqdır, hələ biri qızıl dişi. Bəli, onlar da var. Biri başdaşının böyründən daşı çıxardır. Orada onların oğruları, onların ucuz insanları. Bu daşın üstündən bizim qızıl dişi var, kimsə onu da eləyirlər. Oradakı başdaşların, qranitləri, mərmərləri götürüb, onu da eləyirlər. Evləri söküb, onların taxtaların, nə bilim, oradakı materialları götürürlər, onu da eləyirlər. Amma əsl bizə lazım olan ev də lazımdır, o qızıl da lazımdır. Bizə lazım olan hər şeydən dəyərli torpağın sahibi olduğumuzu sübut edən bu daşlar. İndi biz elə bir ki, o daşları təzədən yeni model düzəltib, o köhnəm oradan dağılmış, qırılmış daşları Azərbaycanın qətlə yetirilmiş məzarları bile bir muzeylər olacaq. Hər bir qəbristanlıqda bir muzey olmalıdır. Devlətimiz, məmurlarımız, xalqımız, vətəndaşlarımız hamısı həmrəy olub bunu eləməlidir ki, o daşlara sahib çıxar. Şimdi ölü yəsidir,
məzar yersiz atasının babasının gəlib cəhətəndə o daşı götürüb palçıqdan yenə də qoyub betonun içinə torpağa qarışır gedir. Ya traktordan çürüyür, yox edir o daşları. O bizim faciəmizdir. Bir daş belə, tarixi daş. Üstündəki bir yazı var, əl yazısı. O sübut edəcək beləcəksə ki, bu yazı 500 il bundan qabaq yazılır və Azərbaycanlı Əhmədin, Əlinin, Məhəmmədin məzarı, atamızın, babamızın. O sümüklərin də orada qalmağı, yol düşmənlərimiz çox da bizə işləyirlər. Sümüklərin də orada qalmağı o deməkdir ki, bizim dədələrimizin sübutu, yəni sümüklərin sübutudur. Çox bizimdir. Yəni, bununla da biz sübut edəndən sonra deməyə qarşı sözün düşmən sözün deyilməsi torpaqların sahibidir. Say çoxluğuna. İndi götürək bunu qardaşım.